keçir. Biz bugün bir əyanı göstərici olaraq ustaddan xahiş elədik ki, gəlsin bir aşıqxanın içində çıxın bir mahnı oxusun. Buyur ustad. Ustad məclisində Arif yanında bir yeri var. Aşıq Ağamradın. Bile çekerleri. Musiqi, şeiriyyət, axır qanında düz yeri var. Aşıq Ağamradın. Dürlü ustadlardan dərs alıb. Nəğmə bəstələyir, gözəl saz çalır. Şikəstləsi, ürəklərə ot salır. Köz yeri var. Aşıq Ağamradın. Yarayısı. Sesle kurban ol aynen. Gözəl səsi. Məst eləyər məclisi. Ulu aşıqların ustad nəvəsi. Söz yeri var. Aşıq Ağamradın. Allah'ına kurban ol aynen. Allah aşkına. Qarlı qışında. Yıkıda yazır axı. Naz baxışında. Mən bilirəm. Ürəyimin başında öz yeri var. Aşıq Ağamradın. Öz yeri var. Aşıq Ağamradın. Acı yazır ki ben göstereceğim axı bunu ben. Dostlar mənim vətənim, dostlar mənim vətənim, aranı xoşdan adı gözəl, aranı xoşdan adı gözəl. Şəlaləm sallanması, şəlaləm sallanması, gül meşəsi bayağı gözəl, gül meşəsi bayağı gözəl. Deyanət yerimdədir, deyanət yerimdədir, bərəkət yerimdədir, bərəkət yerimdədir, deyanət yerimdədir, deyanət yerimdədir, buğdayısı ayağı gözəl, buğdayısı ayağı gözəl. Her nimeti çayağı güzel, her nimeti çayağı güzel. Uyarken makamıradı, her nimeti çayağı güzel, her nimeti yay, çok güzel. Sağ ol usta. Çox var ol usta. Yaş neçədir? Maşallah bu yaşın uşağındır. 70 olmaqdadır. Səsi qoruyubsunuz, var olun. Çox təşəkkür edirəm. Aşıq Ağamrad, məclislərdə bugün necədir? Məsələn, dastanları nə səviyyədə istəyirlər?